Bakıda yaşamaq arzusunda olan kişilər deməzdim, qadınlar. Ən çox paytaxtda, Bakıya meyilli olan, bura can atan, burada yaşamaq istəyən 99% qadınlardır. Kişilər onları saxlaya bilmir. Kişini yataqda qoyub gəlirlər Bakıya. Məlum olur ki, onların 20.000 pulu var, 15.000 azim pulu var. Deyir, gəlib orada villa alacağım, iş quracağım. Mən bir şəhid ailəsində çəkilişdə idim. Şəhidin atasıyla danışanda belə normal, hər şey yaxşı idi. 2-3 gündən sonra biz çəkilişə gedəndə o çox həyəcanlı idi da. Dedi ki, şəhid oğlumun adına müəyyən pullar verilib də, ödənilib də. Deyir, onu yoldaşım götürüb 2 qızımla bir yerdə. Qəpiyinə qədər çıxıb yediblər neçə vaxtı. Sumqayıtda yerləşiblər, tapa bilmirəm. Məhkəmə də olub, məhkəmə qərar çıxarıb ki, o pul yarı bölünməlidir. O qadını tapmırlar. Qadın həyat yoldaşını yataqda qoyub, gəlib Sumqayıtda. Yəqin ki, indi də Bakıya köçüb. Əzizlərim, hörmətli bəzi qadınlar, 3 mərtəbəli, 2 mərtəbəli, elə 1 mərtəbədə olan evlərinizi, mənzillərinizi qoyursunuz. 11 sot, 15 sot, eləsi var, lap 1 hektar həyətyanı torpağı var. Onları orada qoyub Bakıya niyə gəlirsiniz? Xoşunuza gəlir, qucaq-qucağa girmişsiniz, taxtadan bir evcik düzəldib kimsə, girmişsiniz, tualeti yox, suyu yox, hamamı yox, heç bir şəraiti yoxdur. Minimum şəraiti yoxdur ki, siz orada yaşayasınız. Amma siz orada yaşayırsınız. Və kəndə gedəndə deyirsiniz, biz Bakıda yaşayırıq. Əgər Bakıda yaşayırsınız, o mənzildə tualet yoxdursa, hamam yoxdursa, orada necə yaşamaq olar? Siz utanmırsınızmı? Vedriyə ehtiyaclarınızı ödəyirsiniz, nə bilim, vanna ehtiyaclarınızı ödəyirsiniz mərkəzdə. Aparırsınız, kimlərinsə gizlin bir yer tapırsınız, ya küçüyə, ya zibil qutularına onları boşaldırsınız. Niyə? Məcburdur. Bakıda almayın da mənzilidə. Gedin Sumqayıtda alın, gedin Gəncədə alın, gedin Mingəçevirdə alın. Baxın, niyə görə? Bakıda nə var ay qadınlar? Ay arvadlar, nə var Bakıda? Kişili deyirsinizsə, TikTokdan kişi tapırsınız. Gərək gəlib burada tapasınız. Çünki axmaq kişilər də, axmaq qadınlar da hamısı gəlir son illər, son vaxtlar Bakıda mərkəzdə məskunlaşıblar. Bir-birlərini tapmaq üçün. Etməyin bunu. Etməyin. Ailənizi, uşağınızı, doğmalarınızı, isti ocağınızı, isti yuvanızı qoyub Bakıya axın etməyin. Siz burada xoşbəxt ola bilməzsiniz. Əgər sənin evində tualet yoxdursa, vedriyə, hansısa bir dəmir vedriyə ya nə bilim hansısa bir vedriyə ehtiyaclarını ödəyib, əlində götürüb onu aparırsansa, tüpürüm o yaşamağa. Tüpürüm o yaşamağa.